500 manata qədər olan ən populyar telefonu tap. Süni intellekt yoxsa valid? Məncə ucuz telefondursa bu siyahıda olmazsa olmazı Redmi-dir. Redmi-nin bir modelini deyəcəm hansısa. Misal üçün olsun Redmi 14. Redmi burada 4-cü siyahıdadır, amma Redmi Note 13 Pro-dur burada 4-cü siyahıda. 13 Pro. Bəli, 4G olan. Bəli, 450 manat qiyməti var. Okey. Daha sonra bu siyahıya həmçinin bir dənə Samsung da alaq. Samsung olsun A06 olsun. Samsung burada 2 dənə siyahıda var, amma A0 siyahısı yoxdur. A0 seriyası yoxdur. Yoxdur. Onda A17 olsun. A17 yoxdur. Birinci siyahıda Samsung Galaxy A16 siyahısı var. A16 da bir dənə də var səhv. Amma bu siyahıda bir dənə də Samsung var. Olsun onda Samsung A26 hər halda 500 manatdan çox olar. Samsung Galaxy A26 5-ci yerdədir. Burada da 495 manat qiyməti var. Qaldı 2-ci və 3-cü yer. Bəlkə Honor olar orada bir dənə. Honor var. Honor 2-ci yerdədir 390 manatla. 3-cü yerimiz qalıb. Bir dənə telefon qalıb. Bəli, bir dənə. Bir dənə model qalıb 500 manata qədər hansı ki tapmalıyam. Və bu Samsunglara dedim artıq. Redmi dedim. Redmi-dir ola bilər. O, xeyr, Redmi deyil. Redmi deyil, Samsung deyil, Redmi deyil. Redmi 4-cü yerdə. Yəni ümumiyyətlə Xiaomi deyil də, yəni. Xiaomi deyil. Xiaomi deyil ümumiyyətlə. Təbii ki, Samsung da Redmi də kim qalır ki, yəni. Huawei də deyil hər halda. Gəl bunu da şərhlərə siz yazın. 3-cü yerdə olan telefon hansıdır?